Nəzərinizə çatdırırıq ki, yaşa görə əmək pensiyasının ilkin təyini ilə bağlı vətəndaşlar daimi qeydiyyatda olduğu rayon üzrə müvafiq asan xidmət mərkəzinə müraciət edə bilər. Bu xidmətlə bağlı bir sayılı Gəncə və bir sayılı Sumqayıt asan xidmət mərkəzi istisnadır. Qeyd edək ki, hazırda xüsusi hal yoxdursa, kişi vətəndaşların pensiya hüququ 65 yaş, qadın olan vətəndaşların pensiya hüququ isə 64 yaş 6 ay tamam olduqdan sonra yaranır. Bu zaman vətəndaşın ən azı 25 il əmək stajı və ya fərdi hesabın sığorta hissəsində müvafiq pensiya kapitalı olmalıdır. İlkin zəruri sənədlər, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, nikah əsasında soyad dəyişikliyi olduğu halda nikah haqqında şəhadətnamə, bəy vətəndaş olduqda hərbi bilet. Bu sənədlərin sürəti notariat qaydasında təsdiq olunmalıdır. Şəxs 2006-cı ildən sonra işləyibsə və hal-hazırda işləyirsə, sosial sığorta şəhadətnaməsi yaxud onun nömrəsi təqdim olunur. Bu xidmətlə bağlı pensiya təyin olunacaq şəxsin özü, yaxud etibarnamə əsasında nümayəndəsi müraciət edə bilər. Əgər şəxs hazırda işləyirsə, əmək kitabçası notariat qaydasında təsdiq edilmir. Əmək kitabçasının sürəti işlədiyi qurum tərəfindən əsli ilə düzdür möhrü ilə təsdiq edilərək təqdim olunur. Əmək pensiyalarının təyini ilə bağlı dövlət rüsumu ödənilmir.